Havalar kəskin soyuyur, hətta bəzi yerlərdə 10 dərəcə şaxta olacaq. Gündəm xəbərinin efirində 25 fevral tarixli və günün ənənəvi olaraq hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, fevralın 26-sına olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah fevralın 26-sında Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, ara bir tutulacaq. Əsasən isə hava yağmursuz keçəcək. Havanın gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 3-5 dərəcə isti, gündüz isə 7-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da hava şəraiti yağmursuz keçəcək, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi ərazilərdə duman olacaq və şərq küləyi isə gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz isə 7-12 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.